İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. İbn Məlik rahmehullah Nun Viqayadan müəyyən beytləri gətirdi. Nun Viqaya dedi ki, feilə qoşulduqda feili kəsrələməkdən qoruyur. Misal üçün dedik, darabəni, darabi yox, darabəni. Yəni bə hərfinin fəthəsi yerində qalır və nun viqayə yəni onun arasında qoşulur və nun viqayə onu kəsrədən qoruyur. Ona görə ona nun viqayə, yəni qoruyucu nun deyirlər. İndi isə burada şeyx gətirir leytə innənin əxvatlarına qoşulmasından və yaxud da ki, min və an hərfi cərirə qoşulmalarından danışır ki, yəni nun viqayə qoşulma prinsipi ilə danışır və 69-cu beytdə və leytəni fəşə və leyti nədara və mə'alə'əl-əqis və kun muxayyara və fil bəqiyat və dirarən xaffəfə minni və anni bə'd mən qad sələfə. Burada leytəni mübtəda, fəşə xəbərdir və leytənidəki nun deyir, leytəni yayılıbdır. Leytidə isə nadirdir. Yəni leytədə qoşulan nunun leytəyə qoşulması məşhurdur. Qoşulmaması isə nadir hallarda olur. Və mə'ə ləallə. Ləalləyə də qoşulması, bir yerdə olması nunun əqis, yəni əksinə elə. Nəyin əksinə? Leytənin əksi olacaq. Yəni qoşulması nadir hallarda olacaq. Hansı ki, bunda qoşulması məşhur idi. Bunda qoşulması nadir olacaq. Amma nunun qoşulmaması nədir? Fəşə, yəni məşhurdur. Və kun muxayyara fil bəqiyyət. Digər axavatlarında, yəni innənin digər axavatında, yəni bunlardan başqa ixtiyar sahibisən. Yəni orada artıq məşhur, nadir söhbəti yoxdur. Sonra gətirir və ittirarən xaffəfə minni və anni bə'du mən qad sələfə. Bəzi nəfçilərdən, yəni keçmiş nəfçilərin bəziləri, bu mudaf ileyhdir, bu da bu mudaf xaffəfənin failidir. Buradakı əlif mutlaqdır, yəni şeirə görə qoşulub. Deməli, onlardan bəziləri xaffəfə yüngül eliblər, yəni şəddəsiz eliblər. Nədə? Min hərfi cəri ilə an hərfi cərinə nunun qoşulmasını. Yəni minni və annini eliblər mini və ani. İttiraran, yəni şeirdə zəruri olaraq. Ümumiyyətlə, nunun qoşulması, yəni 3 yerə bölünəcək də. Feilə qoşulması, yəni xülasə budur ki, feilə qoşulması vacibdir. Sonra gəlir hərfə qoşulması, sonra ismə qoşulması. Əsl odur ki, ismə qoşulmur, amma indi gətirəcək lədun kimi bəzi isimlərdən başqa. Hərflərdə isə var hərfi cərlərə qoşulması, o da min və an hərfi cərindədir. Var innənin axavatı olan hərflərə qoşulması, nasb edici hərflərə qoşulması və orada da götürdük ki, leytədə vəziyyət budur. Ləallədə leytənin əksidir, amma digər innənin axvatlarında ixtiyar sahibisən. Zəkərə fi hədeyni əl-beyteyni hukmə nuni əl-vəqayəti mə'al huruf. Və bu iki beytdə hərflərə bircə gələn nun viqayənin hökmünü zikr etdi. Və zəkərə leytəni zikr etdi və ənnə nunəl viqayəti lə tuhsəfu minhə illə nudura. Yəni, nadir hallarda leytədən nədir? Nun düşür. Və şeiri gətirir. Kəmuniyyəti Cəbirin izqalə leyti usadifuhu və utlifu cüllə məli. Burada şeirin əvvəli var. Orada danışılır ki, tutaq ki, Cabirin deyir, arzusu kimi izqalə, o dedi ki, leyti
Kaş ki mən usadifuhu düşmənimlə qarşılaşaydım, yəni uduzmuşdu əslən düşmənlə. Və utlifu, yəni mallarımı sərf edərdim Cenab ol. Cüllə məli, yəni bütün hamısını məli, malımın hamısını utlifu sərf edərdim. Ki, yəni udum da. Burada baxın, yəni leytəni olmadı. Yəni şeirdə bu cür gəlib. وَالْكَثِيرُ فِي لِسَانِ الْعَرَبِ ثُبُوتُهَا Ərəb dilində onun işlənməsi daha çoxdur. وَبِهِ وَرَدَ yəni nunun qoşulması yəni. وَرَدَ el-Quran və Quranda da yəni bihi yəni thubut olması, isbat olması var. Necə ki Allah Subhanahu taala buyurur: "Ya leytəni kuntu ma'ahum." Kaş ki mən onlarla bir yerdə olardım. Və amma leallə o ki qaldı lealəyə fəzəkərə ənəhə bi əksi leytə. Leytənin əksidir. Fəssahih təcriduhə min nun. Və səhih odur ki, o da nundan təcrid ola bilir. Yəni ondan təcrid olması yəni səhihdir. Və yaxud da bunu mübtəda kimi oxusaq, səhih, el-fasih, səhih yox, fasih. Yəni fasih odur ki, nunu ona qoşmayasan. Ona qoşulmaması fasihdir. Yəni qrammatika daha uyğundur. Kəqavlihi Teala el-hikayətə an Firon, necə ki, yəni hansı ki təcrid olunmasına misal gətirir. Fironun hekayəsini Allah Subhanahu taala lealləni demir. Lealli əbluğu el-əsbəb. Burada yəni nun qoşulmadı. Və yəqullu thubutun nun nunun qoşulması isə nadir halda olur. Fəqavlə şairin bu sözündəki kimi fəqultu ə'irani el-qaduma lealləni da qoşuldu. Əxuttu bihə qabran li əbyadal məcidi. Və dedim ki, mənə icarəyə verin qadum, yəni baltanı. Ola bilsin mən deyir, əxuttu, ovdum bihə balta ilə, qabran, qəbir, yəni bir ovuq. Nə üçün? Bu əbyada məcidi, burada qılınc mənasındadır. Yəni zərif parlaq, yəni qılınc üçün bir ovuq, yəni qın düzəltdim. Qın ovdum. Thumma zəkərə ennəkə bil-xiyar fil-bəqiyyət. Sonra orada İbn Məlik dedi ki, ənnənin digər əxavatlarında sən həqiqətən nədir? İxtiyar sahibisən. Yəni artıq orada nadir, məşhur belə söhbət yoxdur. Ey fi bəqi əxavat leytə və ləallənin əxavatları olan və hiyə innə və ənnə və kəənnə və ləkinnə fətəqul innəni inni innəni ənni ənəni kəənni kəənnəni ləkinnəni bu cür. Ümumən bunun fərqləri var qardaşlar. Yəni deyirlər ki, yəni bu innəni ilə inni arasında fərq odur ki, bu daha tövkidi bildirir. Thumma zəkərə ənnə min və ən təlzəmuhumə nunul viqayə. Ki, bu min və ən hərfi cəri, artıq yəni nasb edici hərflər yox, cər edici hərflər danışırıq. Bu da ikisindən ki, nun viqayə orada nədir, qoşulması lazımdır. Fətəqulu nə vaxt qoşulur bu? Yəni onu da deyək ki, xatırlatmaq üçün ki, yəni burada ya mütəkəllimdən söhbət gedir. Yəni buradakı hamısı söhbətlərə səbəb olan bu ya mütəkəllimin qoşulmasına görədir. Ona görə min və ana yəni hansı bir ismə qoşulanda yox. Yəni sadəcə ya mütəkəllimdən qoşulanda bu nun viqayənin qoşulması, qoşulmaması məsələlərinə toxunuruq. Fətəqulu minni və anni bitəşdid. Yəni şəddəli olaraq və minhum mən yahdifu ən-nunə və onlardan bəziləri nunu həsf eləyirlər. Mini və ani kimi bir təxfif olaraq. Və huva şəzzun, bu da şazdır. Və şairin bu sözünü gətirir. Eyyuhəs-səilu anhum və ani, baxın ani nə demədi, ani, lestu min qeysə və la qeysu mini. Ey deyir, soruşanlar, anhum, onlar haqqında soruşanlar, onlar haqqında və mənim haqqımda soruşanlar, mən deyir, Qeys qəbiləsindən deyiləm. Nədir ki, Qeys, nədir? Məndən deyil.
Burada da yəni niyə iqtirar gətirirlər ki, yəni zərurətdə, yəni nə olmuşdur ki, yəni anne deməklə güya nə olur ki, yəni anne olmasın, anne olsun. Bunu alimlər gətirirlər ki, yəni ərəb dilində, ərəblərdə şeirin bəlağəti, şeirin qiyməti o vaxt yəni yüksək olur ki, nə qədər sözlər qısa olsa və çox mənalı olarsa. Və burada da ani deməklə sanki şeiri bir balaca qısaltmış olur. Ani mini deməklə və bu da o şairin fərasətinin yüksəkliyini bildirir. Yaxşı, sonra 71-ci beytdə və fi lədunni ləduni qallə və fi qadni və qatni əl-həthvu aydan qad yəfi. Burada ləduni mübtədadır, qallə xəbərdir. Yəni və fi lədunni ləduni qallə, yəni lədunidəki nun nadir hallarda bu vəziyyətdə olur. Burada haldır da bu. Lədunni kimi olur. Yəni nun qoşulur. Demək istəyir ki, yəni əksər halda ləduni olur. Ləduni olur, nadir hallarda nun qoşulur. Sonra deyir ki, və fi qadni və qatni, bu qadni və yəni qad və qatdakı nun əl-həsfu bu mübtədadır. Qad yəfi yəni kifayət edir, caizdir, icazəlidir. Bu xəbərdir. Deyir, düşməsi də, düşmə qad olur deyir, aydan həmçinin nədə? Fi qadni və qatnidə. Yəni nunun düşməsi, yəni qadi, qati demək olar. Qad nədir, qati nədir? Bunların ikisi də həsb mənasındadır. Yəni mənə kifayət edir. Yəni həsbi mənasındadır. Yəni mənə yetər. Yəni demək istəyir, yəni nun ola da bilər, olmaya da bilər. Və gətirir burada şeyx ki, İbn Aqil əşara bihədə ilə ennəl fasih fi lədunni isbatun nun. Və bununla işarə eləmək istəyir ki, fushada fasih odur ki, lədunni də nunu istifadə edəsən. Kəqavli Teala qad bələğtə min lədunni uzra. Yəni sən artıq mənim istədiyim üzrxahlığa çatdın. Yəni sonuncu üzrxahlığa çatdın. Burada lədunni isbatun nunu deməkdə, onda qardaşlar bunun tərcüməsi bu halı belə tərcümə edəcək ki, və fi lədunni, yəni bu belə bir vəziyyətdə ləduni azdır. Yəni nunun olmaması azdır, amma lədunni yəni daha çoxdur. Sonra gətirir və yəqullu həduhə, yəni düşməsi nadirdir. Qiraəti, necə ki qiraətdə gəlib, mən qaraya min ləduni təxfif, yəni şəddəl yox, təxfiflə gəlib. Vəl-kəthir qad və qad thubutun nun. Və həmçinin qadda və qadda nunun istifadəsi daha çoxdur. Misal üçün, nəhvə qadni və qatni kimi. Və yəqullu həth, bunda da nunun düşməsi azdır. Qadi və qati kimi. Ey həsbi. Fəqad iştəməl həsbu və isbətü fi qovlihi rəcz. Yəni bu şeirdə ikisi də bir yerdə istifadə olunub. Həm həsb, həm isbat. Misal üçün, qadni min nasril xubeybeyni qadi leysəl imamu bişşəhihi əl-mulhidi. Qadni kifayət edir mənə iki xubeybeynin qələbəsi. Qadi kifayət edir, sonra yenə deyir ki, kifayət edir mənə yetər. Kim yetər? Yəni imam, şəhih olmayan imam. Şəhih nədir? Simit. Və mulhid, yəni zındıq olmayan, dində problemi olmayan və simit olmayan imam mənə yetər. Bu əslində Xubeybeyn Mushab ibn Zübeyrlə Abdullah ibn Zübeyr radiyallahu anhunu dolayısı yolla tənqid edir, təhqir edir.
tənqid edir. Və Xubeybin, yəni onlar, yəni Əbu Xubeybə kimi kunyası var idi. O, yəni iki qardaşını tənqid edir. Bu da Həccacın xoşuna gəlməsi üçün bu şair. Hər bir halda burada görürük ki, qadi, nun var. Bunda subutdur, bunda da həsb olunur. Və xülasə olaraq biz burada Şeyx İbn Hüseymin Rahmehullahın Əlfiyyə olan şərhində ki, məsələyə baxa bilərik. Deyir ki, və bihəzə ərəfnə, bununla bildik ki, ənnən nunu viqayə mə'al kəliməti tənqəsmu ilə sələsəti əqsam. Yəni, nun viqayə ilə kəlmələrlə işlənməsi üç yerə bölünür. Əl-əvvələ mə'al əfəl, feillərlə bir yerdə olması, fəl-hukmul vücub, onun da işlənməsi nədir? Vacibdir. Yalnız leysə istisna olaraq ki, leysə də düşə bilər. Səniyən mə'al huruf, hərflərlə olmasıdır. Burada da dedik ki, bəzi hərflər var ki, əksər halda ona nun qoşulur, bəzən düşür. Bəzi hərflər var ki, əksər halda nun qoşulmur, bəzən düşür. Bəzi hərflər var ki, daim onda olması, o da hərfi cərlərdə bin və an hərfi cərlərindədir ki, daim yəni qoşulması lazımdır. Üçüncü isə məal əsmə, yəni nun viqayənin isimlərlə işlənməsi. Burada gətirir və inkənə əslu adəmin duxul. Baxmayaraq ki, əsl odur ki, nun ona qoşulmur. Lakin əl-ismə qad yuşbihu əl-hərfə min bə'd vücuh. Lakin deyir, elə isimlər var ki, oxşuyur bəzən hərflərə, bəzi vəziyyətlərə görə. Onda nədir? Nun ona qoşula bilər. Misal üçün, lədun və qat kimi isimlərdən. İllə, amma olmasa, yəni bu hərfə oxşamaq məsələsi olmasa, əsl odur ki, adəmə duxul, yəni nun ismə qoşulmur. Misal üçün, həzə qulamuni demirsən, qulami deyirsən. Yəni, həzə qulami deyirsən. Və lə təqulu həzə beytuni. Fəhəzə lə yəsixun. Bəl, təqulu həzə beyti. Və bu cür belə istifadə edirsən. Şifayət eləyər inşallah. Sübhanəkəllahum və həmdik. Əşhədu ən la iləhə illə əntə əstəğfirukə və etûbü ileyk.